Salam yoldaşlar, ümumiyyət cazibə qanunu və ağırlıq qüvvəsinə aid olan hədəfin DQT nömrə 4 testlərinə baxırıq. Başlayaq. 1. Cismin çəkisi hansı cihazla ölçülür? Cismin özünə nəzərən tərpənməz olan dayağa və yaxud askıya göstərdiyi təsir qüvvəsi adlanır cismin çəkisi. Və cismin çəkisi qüvvə olduğu üçün və qüvvəni də dinamometrlə ölçdüyümüz üçün çəki də dinamometrlə ölçülür. Birinci sualın cavabı olacaq B variantı. 5. V0 başlayan sürətlə şaquli istiqaməti aşağı atılmış cismin ani sürəti hansı ifadə təyin olunur? Cismin ani sürətinin ifadəsi V bərabər V0 plus AT-dir. Əgər cisim şaquli istiqaməti aşağı atılıbsa, bu zaman ağırlıq kütləsinin təsir altında hərəkət olduğu üçün və müqavimət qüvvəsini də nəzərə almırıqsa, onda əvəziyyəçi qüvvə elə ağırlıq qüvvəsinə bərabər olur. Əvəziyyəçi qüvvə MA, ağırlıq qüvvəsi MJ, M-lər gedir, qalır elə A bərabərdir J. Və cismin təcili ilə səbəşmə təcilindən bərabər olur. Onda V bərabərdir V0 plus A-nın yerinə nə yazıram? J yazıram. V0 plus JT ifadəsi alınır. Yəni 5-ci sualın cavabı olacaq A variantı. Və şaquli istiqamət aşağı atılanda sürət artır və sürət artdığı üçün bu bərabər yerləşən hərəkəti, yəni sürətin qiyməti burada artacaq və biz düsturda müsbət qiymət yazacağıq. Müsbət işarə qoyacağıq. Sonra 2. Newton bölü kiloqram hansı fiziki əhəmiyyətin vahidinə uyğundur? Newton qüvvə, kiloqram kütlə. Qüvvəni kütləyə böləndə bizə verir qravitasiya əsası intensivliyi. Yəni səbəşmə təcili və yaxud qravitasiya əsası intensivliyi. Cavabımız olacaq 2-də C variantı. Qravitasiya əsasında cismə təsir edən qravitasiya qüvvəsinin cismin kütləsinə olan nisbəti ilə ölçülən fiziki əhəmiyyətə biz deyirik qravitasiya əsasının intensivliyi. Yandakı sual 6. 180 metr hündürlükdən sərbəst cismin düşmə müddəti nə qədərdir? Hündürlük 180, J 10 düşmə müddəti. Burada yerləşmənin üstünü H bərabər JT ekvatı bölünsün 2-dir səbəşmədə və buradan düşmə müddəti T-ni tapanda olur kök altında 2H bölünsün J. Buradan da kök altında 2, hündürlüyümüz 180 metr, J də 10'dur. Bu da bizə verəcək kök də 36 və 36-dan kök neçə çıxır? 6 çıxır. Deməli, düşmə müddətimiz 6 saniyəyə bərabərdir. 6 cavabımız olacaq C variantı. Davam edən növbəti sualımızdır. Növbəti sualımızda düsturu soruşur. 3-də 3 JM bölünsün R ifadəsi hansı kimi kəmiyyəti təyin edir? Bu birinci kosmik sürətin ifadəsidir. Yəni birinci kosmik sürət bərabərdir səthədəki qravitasiya əsası intensivliyinin qiyməti vurulsun R-ə, yəni radiusa. Buradan J-in yerinə yazıram. JM bölünsün R kvadrat vurulacaq R-ə. Buradan L-lər biri getdi, qaldı JM bölünsün R. Yəni cavabımız olacaq burada birinci kosmik sürət. Yəni 3-də cavabımız olacaq A variantı. Davam edək. 7. Yerin səthindən şaquli atılmış cismin sürətinin modunun zamanı asılı qrafiki hansıdır? Şaquli yuxarı atılıbsa cisim əvvəlcə bərabər yavaşın hərəkət edir, sonra da maksimum hündürlükdə dayanır, sonra yerə düşür və bərabər yerləşən hərəkət edir. Yəni əvvəlcə bərabər yavaşlayan, sonra bərabər yerləşən cavabımız olacaq 7-ci sualda B variantı. Burada sürətin qiyməti azalır. Yəni bərabər yavaşın hərəkət edir. Etdi, dayandı burada 0 oldu. Sonra da getdikcə sürətin qiyməti artır, linearləşən hərəkət edir. 4-cü sualda ümumiyyət cazibə qanunun ifadəsini bizdən istəyib. 2 maddi nöqtəyə bir-birini kütlələri hasilə düz aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb edir. Yəni 4-də cavabımız C variantı. F bərabər J, M1, M2 bölünsün R kvadratı. Davam edək növbəti səhifəmizdən. 8. Lift 5 metr bölü saniyə kvadrat təcrübəsində aşağı düşür. Bu zaman kütləsi 60 kg olan liftdəki sərnişin çəkisi nə qədər olur? Təcrübənin istiqaməti aşağı olduğu üçün P bərabərdir J çıxısına ifadəsindən istifadə edirik. Və bu zaman kütləsi 60-dır, J-si 10-dur, təcrübənin qiyməti də 5-dir. 60 vurulsun 5 bizə nəyə verəcək? 60 vurulsun 5 dəqiqə bizə verəcək 300 Newton. Yəni cavabımız olacaq 8-də C variantı.
Yandakı sual 14-də qravitasiyası sahəsi intensivinin cismin kütləsinin asılı qrafiki hansıdır deyir. Qravitasiyası sahəsi intensivliyi baxmayaraq ki, J bərabər F bölünsün N-dir. Kütlənin asılı deyil, yəni sınav cismin kütləsindən asılı deyil. Cavabımız olacaq 14-də E variantı. Sahəyə gətirilmiş, sahəyə gətirilmiş cismin kütləsindən asılı deyil. Növbəti sualımız 13. Cismə təsir ağırlıq kütləsinin cismin kütləsinə asılı qrafiki isə ağırlıq kütləsi cismin kütləsindən asılıdır. Bəli. F bərabərdir mg. Cismin kütləsindən düz mütənasib asılıdır. 9-cu cavabımız olacaq B variantı. Növbəti sualımız 14-də deyir ki, 80 metr hündürlükdən səviyə uçan cismin orta sürətini hesabla. Burada belə bu neçə saniyə düşür? T bərabərdir kök altında 2h bölünsün j. 2, 80, J10 bu bizə verəcək nə? Kök altında 16, yəni 4. Deməli, bu 4 saniyə yerə düşür. Və burada orta sürət tapanda başlanğıc sürətin qiyməti 0 olduğu üçün, çünki sərbəst düşüb. Bunda biz elə son sürəti bölürəm 2-yə və son sürəti nə ilə tapa bilərəm? V bərabərdir JT ifadəsi ilə. J'si 10, T'si 4, bu da bizə verəcək 40. Deməli, son sürətin qiyməti 40-dır. Və 40-ı da yarıya böləndə 2-yə bu bizə verəcək 20. Demək, orta sürətin qiyməti 20-yə bərabər. Yəni, normalda orta sürət bərabərdir. Son sürət plus başlanğıc sürət bölünsün 2-dir. Burada başlanğıc sürətin qiyməti 0 olduğu üçün elə son sürətin qiymətini 2-yə böldüm və 14-də cavabı aldım. A variantı. Davam edək. 10. Yer səthində hansı hündürlükdə qravitasiyası intensivi 9 dəfə azalır? 2 hündürlüyündə 9 dəfə azalır. Niyəsi də budur ki, qiymət R plus H kvadrat qədər azalır. Yəni, H bərabər 2R olduqda R plus H-ın yerinə 2R qoyuram və kvadrata qaldırıram. Bu bizə verəcək 3R və kvadratı. Yəni 9R kvadrat. Deməli, həm ağırlıq qüvvəsinin qiyməti, həm də səbəşmə təcrübəsinin qiyməti 9 dəfə azalacaq. Yəni, hansı hündürlükdə azaldı? 2 hündürlüyündə. Yəni, 2-nin üstünə 1 gəlirsən, kvadrata qaldırırsan. Həmin o qiymətin üzərinə, ədədin üzərinə 1-ni gəlib kvadrata qaldırırsan və həmin o qədər azalmış olur. Misal üçün, 11-də uçuş müddətinin vahidi hansıdır deyir? Saniyədir, zaman bildirir. Uçuş müddətinin vahidi, qalxma müddətinin vahidi saniyəyə bərabərdir. 11-də cavabımız olacaq B variantı. Növbəti sualımıza baxaq. 15-də ağırlıq vəzn təsiri hərəkət edən cismin hərəkət təyini hansıdır soruşulur. Koordinat təyini necə edir? Üfüqi istiqamət x bərabər x0 plus v0 t plus at kvadratı bölünsün 2-dir. Burada hərəkət şaquli istiqamətdə baş verdiyi üçün biz şaquli toplanma, yəni y toplanımından danışırıq. Y bərabər y0 plus v0 plus at kvadratı bölünsün 2 və burada a-nın yerinə bayaq dedik j qoya bilərik. A bərabərdir j. Onda olacaq y bərabər x0 plus v0 t plus j kvadratı bölünsün 2 və hərəkət y oxu boyunca olduğu üçün vektoral kəməndlərin aşağısına y proyeksiyalandırırıq. Deməli, cavabımız olacaq 15-də A variantı. Növbəti sualımız sonuncu sualımız 13-də isə şaquli yuxarı atılan cismin koordinat zaman qrafik verilmişdir. Cismin uçuş müddətini deyir tap. Burada maksimal qalxma hündürlüyü 45-dir. Bu bizim maksimal qalxma hündürlüyümüzdür. Və maksimal qalxma hündürlüyü bərabərdir. V0 kvadratı bölünsün 2J. Burada mən başlanğıc sürət tapa bilərəm. Kök altında 2JH-la. Bu da bizə verəcək kök altında 2J10 və maksimal qalxma hündürlüyü 45. Neçə eləyir bu? Kök altında 9 eləyir. Buradan da kök çıxır 30. Deməli, başlanğıc sürətin qiyməti 30-dur. Uçuş müddəti T uçuş bərabərdir. 2 V0 bölünsün J'dir. Yəni 2 V0 30, J'si 10. Deməli, bu 6 saniyə ərzində yerə düşür. 3 saniyə ərzində qalxır, 3 saniyə ərzində düşür. Ümumi uçuş müddəti oldu 6 saniyə. Yəni, cavabımız olacaq 13-də A variantı. Və yaxud başqa bir yolla necə gedə bilərik? Mən sağda yazıram. Maksimal qalxma hündürlüyünün üstürü J, T qalxmanın kvadratı bölünsün 2. Burada T qalxmanın yerinə yaza bilərik.
T uçuş bölünsün 2. Çünki T uçuş bərabərdir 2 T qalxmaya. Onda belə bir düstur yaranır. J T uçuş kvadratı bölünsün. Bu 2-nin kvadratı 4 edir və 4 aşağıdakı 2-yə vurulur, olur 8. Yəni, belə bir düstur yaranır. Yəni, bir dənə düsturla getmək istəyənlər üçün J T uçuşun kvadratı bölünsün 8. Buradan T uçuşu tapanda T uçuş bərabər olacaq. Onda kök altında 8H bölünsün J. İndi kök altında 8 vurulsun. Maksimuma qalxma edirik. 45 bölünsün J də. Da bizə verəcək 8 vurulsun 45. Bizə 8 vurulsun 45 verir 360 və 360 ona böləndə eləyir 36. Kökdə 36-dan nə çıxır? 6 çıxır. Belə bir konkret üsuldan istifadə edə bilərsiniz ya da rahat bir şəkildə əvvəlcə maksimuma qalxmadan V0 kvadrat bölü 2 üsulundan istifadə edirsiniz. Sonra da T uçuşun üsulundan 2 V0 bölünsün J'dən T uçuşun qiymətini tapmış olursunuz. Biz bu qədər yoldaşlar. Növbəti izlahlarda görüşəndə özünüzdən müğayət olun.